Yekaterinburqda Azərbaycanlı ailələrə qarşı baş verən zorakılıq hadisələri ciddi narahatlıq doğurur. Fiziki təzyiq, təhqir və ölüm faktı ilə müşayiət olunan bu hücumlar həm hüquqi, həm də mənəvi baxımdan qəbul edilməzdir. Qeyd edək ki, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı adekvat addımları gecikmədi. Xarici İşlər Nazirliyi dərhal reaksiya verdi. Məsələ ilə bağlı kəskin etirazını bildirdi. İyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volkovu Xarici İşlər Nazirliyinə çağırılıb. Ona bildirilib ki, soydaşlarımıza qarşı edilən bu cür münasibətlər beynəlxalq hüquq normalarına və diplomatik prinsiplərə ziddir. Azərbaycan dövləti və cəmiyyəti soydaşlarımızın hüquq və təhlükəsizliyinin qorunmasını prioritet hesab edir və bu istiqamətdə bütün lazımi addımlar atılır. Soydaşlarımızın hüquqları, ləyaqəti və təhlükəsizliyi dövlətimizin qırmızı xəttidir.